Düzbucaqlı, üçbucaqda katetlərin kvadratları cəmi hipotenusun kvadratına bərabərdir. Bilən var mı? Ha? Nədir o? Maşallah, maşallah. Pifagor. Mən bunu bu rəsini öyrənməmişəm. Mənim o 4 il başım atam onu drellə otuzdurub. Evin tək oğluydum, nəfəsimi kəsirdi məni. Pifagor öyrəndin? Pifagor, evin tək oğluyam, niyə məni öldürürsən? Hələ bunu öyrənmək cəhənnəm, bunu ispat eləmək lazımdır. Öyrənməklə heç bitmir yəni. Nədir? İşə bax. Evə qonaqlar gəlib, qonaq da gəndə nətər sevinirdi ki, bugün çərtdim, şükür Allah. Bugün yəqin ki, soruşmaz. Oturdu, aş gəldi, aşı götürən ki, ay, Pifagoru öyrəndin. Zəhər eləmə, dayatı, zəhər. Ver get Pifagoru öyrən. Elə öyrəndi ki, bu sənə gələcəkdə böyük şanslar verəcək. Bu Pifagor belə bir şeydir, əzbərlə bunu öyrən. İspat elə, öyrəndim də ispat da elədim. Bir gün məktəbdən gəlirəm, dərsdən, avtobusdan, yox bir Lamborghini ilə. Avtobus gəlirəm və əlim atdım zimə ki, baya pulu yoxdur. Yəni bunu mən bilirdim, pulu yoxdur, prosta vitrin. Hamımızda var o, yəni. Oy, pulumu unutmuşam, bilmirdin ki, unutmuşsan, kimə gəlirsən? Əlim atdım ki, yoxdur, bizə də bir iki dayanacaq qalıb. Dedim, Pifagor, Allah tənə rəhmət eləsin. Məni burada vəziyyətdən çıxartmasan, mən sən niyə öyrəndim ki? Özümü yavaş-yavaş verdim şoferin yanına ki, amma həqiqi çox, bütün marşrut şoferləri elə deyil, bildiyiniz kimi, çox qanacaqla mərifətli olan dinlədi məni. Dedim ki, olarmı bir söz deyim, bunu mən deməmişəm, Pifagor deyib. De. Dedim, düzbucaqlı, üçbucaqda katetlərin kvadratları cəmi hipotenusun kvadratına bərabərdir. Nətər? Düzbucaqlı, üçbucaqda, qardaş. Katetlərin kvadratları cəmi. Yəni, astronomikaya hələ teydaq vardır, sağlat qadetin. Ənə gizlizdir. Pulu yoxdur. Bilir, pulum yoxdur. Pulu yoxdur. Biabırçılıqla məni astronomikadan qabaqda düşürdülər. Heç bir ata əskəridən oğlunun gəlməsini o səbirsizliklə gözləmir ki, mən atamı elə gözləyirdim, işdən gəlsin. Gəldim, dedim, məni niyə öldürürsən? Bunun bir dənə avtobus şoferinin yanında hörməti yoxdur. 3-4 ildir mənim nəfəsimi kəsilsən, hayata. Nə mən öldürürsən, hayata? Və həqiqətən də şans, bunu hər birimizə arzu eləyirəm. Bu günlərim kimisə maşında, xarici maşında görüb elə, ay, bəxtə bax, ay Allah, bəxtə, biz də bax, biz sürənmərik elə şey. Amma pozitiv yaşasız inanıram ki, olacaqdır. Çünki bu, tarixdə qalmaq çox maraqlıdır, yəni. Bunlar, bu insanlar, şəxsiyyətlər qalıblar tarixdə. Tarixdə qalmaq önəmlidir, ümumiyyətlə, yaşadığımız həyat, bu imtihandır, yəni, bizim yaşadığımız həyat imtihandır. Yetər ki, bundan sonra, haqq evinə qovuşandan sonra, arxamızda bir izimiz qalsın. Amma adam var ki, çox qorxur ölümdən, yəni, tutunub, yapışıb, həyat deyir, hə də, bəsdir də, day. Bəsdir də 72-73 vurmuşsan, bəsdir də. Yox, onu görmüşəm. İnandırım sizə, 75 rahat var, qaçır. Tezdən qaçır. Sağlamlıq, mayka, şortik. 75 yaş, qaçır. Sümük qabağa gedir, ət dala gedir. Hara qaçırsan? Sənin qaçan vaxtındırmı? Ay, yığ uşaqlarını başına, onlara bir nəvələrə nəsihət ver, oğlum, bunu elə. Ağsaqalı tutanmırsan ki, ağsaqalı, ay ağsaqal, bir dənə dəvətlama verəsən ki, gəl bizim toyda açılış elə də, ağsaqal kimi. Nə olar ki? Onun işi ancaq olur ki, ağsaqalda qaçırsansa, qaça-qaça oradan bir çörək al gəl. Başqa mən, ona nə buyurasan? Ona görə, məncə qorxmamaq lazımdır, çünki hər kəsənin alnında bir yazı var, o yazıdan da kənara heç vaxt çıxmaq mümkün olmayacaq. Və bu mövzuya toxunmuşkən onu deyim, o günlərim yanımda olan bir hadisədir, yəni qardaş nə eləyir? Mövzuya baxın. Qəbirstanlığın böyründən keçib, ay, söndür. Günahdır qəbirstanlığın. Yəni, bilirsiniz də bunu. Günahdır qəbirstanlığın böyründən keçəndə, dedim, nə olar, lap yaxşı. Və dünən gecə saat 3-də, 4-də, bum, cəmadın dirisinə hörmət qoymursan. İndi ölülərə hörmət qoyan çıxdın, qardaş. Bu məsələlər var. Gecə saat 5-in yarısı, səhər açılıb bir də gözən biri ana mahnısına qoyub, dağırır. Nömrə qışqırır, nömrənin səsi evə gəlir, maqnitofonunu demirəm hələ. Ana muğamı. Sən bilmirsən, yəni ananı təmsil edir ki, mən anamı bu qədər sevirəm. Rahat ol, balkonlardan da anana rəhmət oxudular. Arxayın.
Silə bax. Mən səni bu qədər sevirəm, ana, 40-a kimi. Xas ver. Ay Allah, ay Allah. Çox maraqlı yanaşmalarımız var. Bir də yəni o inanır ona ki, yəni mən doğrudan da yəqin ki çıxıb deyirlər ki, halal olsun belə evlada ki, bax bu qədər bu cür gözəl evlad böyüdür falan. İnanclarımız da bizim yəni saymaqla qurtaran bir şey deyil. Nə qədər sayırsansa qurtaran bir şey deyil. Çoxdur inançlarımız. İnançlardan birini deyim sizə? Elə qəbirstanlıq mövzusu açılmışkən. Biri qəbirstanlıq, o birisi, vay nə qar çaldı? Vay, neylə, vay düşdü, vay düşdü. Qoy ayağının altına, 3 dəfə, al. Bu nədir ki? Bu nə anlama gəlir ki? Oradan kimsə səni güdürmü? Biri baxır, biri də yanında binokullan gözləyir. Bura bax da o. Dəsən, hə. Parmağın işlədi? Yox. Adını yaz. Vəssalam. Belə qorxu içində yaşamaq, belə inanc olmaz, qardaş. Bu hardan yaranıb, necə yaranıb bilmirəm. Rayona gedirik, şoferin elədiyi duaya baxın, yəni. Ziyarətgahın böyründən keçirdik, biraz astala, yavaş. Mən də bozadı söndürdü sözsüz ki, İnşallah sağ-salamat gedək, gələk, pulumuzu verək, getdik. Yəni, mən pulumu verirəm, burada söhbət yoxdur. Amma gedək rayona gələk sonra. Nəqdi verərəm, bir də yolda hadisəzə dolar, mən pulumu kimdən alacam? Bu nə yanaşmalardır, bu nədir, həqiqətən həddindən artıq, yəni dostumuz vardı, İraq evdən işdən, avtonəqliyyat qəzasına uğradı, 12 paduşka sıldı, gözünə qara tikan yolu çıxartdı. Asmışdı məni qorusun, gizginin altından. Ay, bunun gözü çıxır, bu nətər olur, 12 paduşkanın sıldı göz çıxar, qardaş. Bu ən çox məşhur inançlarımızdan biridir, yəni. Şayət, ora-bura Almaniyadan adam gəldi, müəyyənləşdirəcək, qardaş, bizlik bir şey yoxdur, bu boyda kol asmışaq oradan, basıb gözünü çıxardacaq da, bəs. Nə yazmısan onu? Özü qorumaqdan ötürü çayda köpük məsələsi var. Bilirsiniz. Demə, mənimdir, demə. Mənim çayımdır. Ala, götür süt baş var, götür süt baş. Ona görə rayonda heç kimin başında tük qalmayıb, bölgələrdə. Nə varsa elə bir balaca şəhərdə qalır. Boşluq olan sözsüz ki, bu hamiyə aid deyil. Otururlar çayçıda, 20 qəpiyi boyda çaylık. 3 stəkandan sonra öldü, dolda xımədə, çay belə sülər. Şırrrr. Orada ki, götür, yağ başı var, götür, yağ var, düzələcək, hər şey düzələcək. Nə düzələcək, qardaş, düzəlməyəcək. Sonra belə bir şey var, hər məhlənin özünün bir ağır ayaq adamı var. Bilirsinizmi onu? Elə bir inanç var. Ağır da ayağı. Qabağıma çıxdı qaydayı, getmə. Hər məhlədə var o adam. Yenə çıxdı qabağıma da, Allah'ın xeyirləsin zat. Amma belə onu başqa bir variantında fikirləşiblər ki, o adamı gördün, nə edirsən? 3 dəfə sağa tüpürürsən. Arada ona gülürsən ki, şübhələnməsin. Dalanda 3 dənə sola. Sonra bir dənə maral şey var ki, 3 dəfə yerində fırlanmalısan, o var. O nə, fırlanırsansa evə getməlisən, bən niyə qayıtdın? Fırlanırsansa evə getməlisən, 3 dəfə, amma o görməməlidir, görsən ki, yaxşıdır. Sonra bir dənə riski dala salto vurursan, kamil alır. Şübhəyə də oturub qalxırsan, qorxu getdi yəni. Qutardı bundan da, hara qutardı, qardaş? Yəni o adam səni tutub deməz ki, qardaş, məni görəndə niyə şübhədə oturursan sən? Niyə fırlanırsan, nədir dərdin? Qanqarasılıq olar arada. Belə bir deyim də var hətta. Dostumuzun maşını vardı, ayaq altına, vallahi billah olmuş bir şeydi, təzək düzmüşdü. Ayaq altına təzək. Yəni maşını açırsan, bu nədir? Deyir onu özüm yaratmışam bu havanı içərdə. Göz sındırıram, göz. Dedim, özünün gözün çıxarı içərdə sənin. Bu havada. Rayona gedirəm deyir sabah, rayondaşların gözü bilirsən nədir? Nədir ki rayondaşların gözü? Əlavə generator zad qoyublar. Normalli gözdür də. Gözdür da. Çoxdur yəni, həddindən artıq çoxdur. Belə bir şey var, əl qaşındı, pul gələcək. Gözəl. Sağda o nə olur inşallah? Sağda gedir, solda gəlir. Aha. Solda gedir, sağda gəlirsən də. Siz elə inanmışsınız. Xeyrin görün inşallah, amma əsas material var. Onu bir adamla dəqiqləşdirməyə adam yox deyir ki, kimlə dəqiqləşdirəsən ki, bu sağdır, soldur, mən təmiz qarışdırdım. Hansısa ayaq qaşınanda harasa gedirik. Hansı olur? Sağ olanda gedirsən, hə. Sol olanda gedirsən. Hərbi xidmətə gedirsən, yəqin.
Sağdan olur bəs. Sağda qaydırsan. Sağ qaşında gelirsən, sol qaşında getmirsən. Yəni özündən asılıdır da baxır qaşınmağa. Evdə damaşniklər dalbadal düzüldüsə, damaşnikdəki neçə adı var onun, neçə? Bilən var, damaşnik, tapşqa, şəpşəpi, şapşup, çəkələk, sürütmə. Bir dənə normal adı yoxdur ki, qoyasan üstünə, geyəsən ayağı. Üst-üstə durdusa şərəf düşərsən, əli belə qoyma. Belə deyəmə, belə deyəmə. Və mən neyniyim, nətər eləyim? Haradasa nəsə duranda onun bir zivili çıxır yəni. Çox evdə qablar dalbadal düzüldü, harasa gedəcəyik inşallah. Belə də şey var, ha? Qonaq gəlir, sizdə elədir. Yox, mən bir şey dəfə Meksikaya zada getmişəm, qablarla. Nə danışdın sən? Çoxdur, həddindən artıq çoxdur yəni. Bu bilirsiniz hardan gəlir bizə? Düzdür, vaxtı keçibdir, yəni bayrama görə demirəm, Novruz bayramı məsələsi var. Yəni bizim ən böyük bayramlarımızdan, yəni millət olaraq qeyd elədiyimiz bayramdır. Orada nə qədər inanç var, nə qədər inanç var. Xanımlar gözəl bilərlər. Eləmişsiniz mi onu? Hə, üzü istəkən. Sən işləyib verirsən bir yerdə. Maşallah, sən ancaq elə bu işlərlə məşğulsan. Əli belə qoyada belə olur, belə olur. Şəpit atada belə olur, orada da belə olur. Üzük məsələsi var ki, xanımlar hamısı eləyiblər. Eləyin, amma əyləncə kimi eləyin yəni. O stəkanın böyründə nə ürəklər dayanıb, biləsiniz. 18-də oturub 46-da tatap keçindi. Dayanmır, üzükdür də, üzükdür, gedir gəlir. Qulaq pusma var. Qulaq pusma, açdın qabını. Nə lazım qardaş? Bayramımız mübarək. Sənin də, yer getişiklə məşğul ol, hə. Bayramımız mübarək. Bayrama bağlı. Papaq atmaq, qəşəft çalırsan, azəhləkər nömrə verərsən. 2 barmaqla da birindən nətər olur o, zaravatsız. Mən həqiqətən əmələ gəlmir. Mən futbola zada gedəndə barmağımı başqasına verirəm ki, qardaşım, mənim də adımdan filə geçsin. Papaq atmaq var. Papaq. Bir at düşdü, gördün nətər qaçdı. 2 şəkər buraya görə papaq atarlar qapıya. Papaq. Söhbət papaqdan gedir yəni. Çox dəyişikliklər olmalıdır məncə. Bir də məni ən çox yandıran bizim bu personajlarımızdır. Yəni, əvvəl bilmirdim, sonradan yəni o adamlar var, həqiqətən də bugünkü gündə çox təəssüf ki, yarış atı kimi baxır həyata. Belə yəni, böyür yoxdur, ancaq qabağa. Amma biraz bizim gözümüz açıldı inşallah ki və baxdıq gördük ki, dünyadakı bütün bax bu bayramlar var, onların simvolları var. Məsəl üçün bizə ən yaxın olan Şaxta babadır, düzdürmü? Yəni Şaxta baba nədir? Yəni uşaqlar hamı ona inanıb yəni. O bizə hədiyyə gətirəcək. Ala bu sənin, bu sənin. Bizimkilər nədir? Keçəklə gözal. Ye. Biraz şəkər bırafaqlama ver, bunu toyun edeyim. Bu nə də? Qutarın da bunu da, qardaş. Uşağa 2 dənə ildə bir dəfə gəlir səni. İldə bir dəfə gələn adam nəsə şəkər bura istəyər. Uşağa bir dənə şəkər bura ver, gəl böyürüm, pulunu verim də. Şaxta babaya zada vermirik ki, yox, hamısına veririk də, qardaş. Olmadı ki. Və həqiqətən ən çox gördüyüm şeylərdən birini deyim mi sizə? Oradan da bu qurbanlıq bayramlarında insanların yəni həyatda hər işlərlə məşğul olan insanlar var. Sözsüz ki, yəni hamısının adı insan, adam, hər işlə məşğul olan adamlar var. Amma o qurbanlıq bayramı ki var, qadasını alaram və yaxud da hansısa bir hüzrə filan gedəndə insanlar çox məsum olur. Çox məsum. Yəni, nömrəsini axtardığı xanıma həmən günü bacı deyən var. Bacım. Anam buyurun, bacım buyurun, sizdən sonra əstağfurullah. Buyurun, bacımıza, yəni bilir ki, həmən günü nəzarət var. Güclü nəzarət var. Yəni, nənənin qolundan tutub, açıq havada yol keçirdən adam arada bir yuxarı baxır ki, yəni bunlar qeyd olunur da, yəni. Ayda, nələr var, nələr bizdə, vallahi. Elə ki, yəni bir gündən bütöv yuyuldu. Adam var ki, svetoforda 20 qəpiyə verən kimi xeyli rahat deyir ki, qutardı bundan da. Hara qutardı, işlər var orada. 20 qəpiydən nə eləyə bilərsən, heç nə. Sonra bir üzərlik məsələsi var bizdə. Bəh, üzərlik, nə üzərlik? Üzərliyin belə bir şey var, toyda zatı daxır vaxtda çübə edə bəh. Bəh. Ah, maşallah. Yaxşı imkanlı adamların başına bir 6 dəfə fırlayırlar. O birisi qalıb orada, o birisi onun iyin udur. Ağırlığın udur.
Bundan ver 2-3 manat. Yəni üzərlik gün ağlayan olsa özünü ağlayır. O niyə dağda bitir? Gələr şəhərin mərkəzində bitər də. O bilsən dağın döşündə belə bitirir, belə böyürsə. Üz aşağı baxanda ürəyi bulanır onun. Biz gör nəyə inanırıq? Yəni inanca bax, quşa. Yəni quş sözünün özü hələ bizdə normal qəbul olunmuyor. Tələsməyin. Quşun zibilinə inananlar var. Hara atışdı bərəkət gəl, dəymə, bax, buna da. Ah, yuma, maşını yuma, şüşədə bax, belə. Şotkanın suyun vurmur ki, bunun axırında nəsə var. Heç nə yoxdur, heç nə. Özünü özü valladırsan. Bir iş adamı vardı, ağaçlara 2-3 dənə quş yuvası düzəltdirdi, altında boş saxlayırdı. Silahsı gəlib saxlayırdı, altında baxır. Görün nə qarsınız. Biraz vəziyyət var, vəziyyətdən çıxmağa görə. Sonra da o boyda adam çıxdı, yuvaları dağıtdı ki, məni gördünüz, qəbiz oldu. Verilişimizin sponsoru Pur, tam təhlükəsiz bitki mənşəli göz damcısıdır. Pur, diskomfort əleyhinə olan bir vasitədir. Apteklərdən 2 növdə Pur maraqlana bilərsiniz. Monodoz və multidoz. Monodozun ən böyük üstünlüyü ondan ibarətdir ki, Azərbaycanda həqiqətən də analogu olmayan konservantsız göz damcısıdır ki, 0 yaşdan etibarən hətta körpələrə belə istifadə etmək böyük fayda verir. Və Purun başqa bir özəlliyi də ondan ibarətdir ki, bütün insanlarda, hal-hazırda təəssüflər olsun ki, çox insanlarda gözlərində zəiflik olduğu üçün optik linzalardan, hətta gözəllik üçün başqa cür linzalardan xanımlar istifadə edirlər. Bunun özəlliyi ondan ibarətdir ki, məhz konservantsız olduğu üçün, bitki tərkibli olduğu üçün linzaların da üzərinə tökmək olur və bunun da həqiqətən gözlərə böyük xeyri var. Linza istifadə edirsinizmi? Hə? Siz istifadə edirsiniz. Hətta linzaların üzərinə belə tökmək mümkündür. Yəni o da var. Tam təbii tərkibli olduğuna görə heç bir zərəri yoxdur, əksinə xeyri var. Bütün apteklərdən, əczaxanalardan soruşa bilərsiniz. Buyurun, zəhmət olmasa. Yavaş gözü çıxardır sonra. Hamısını yox, 1-2 damcı bəs edir. Təşəkkürlər. Gəlin bunu da elə hədiyyə verim sizə. Yavaş-yavaş gözlərinizi nurlandırasınız. Buyurun. Odur ki, gözlərimizi Purla mütləq qoruyaq. Təşəkkürlər. Pur tam təhlükəsiz bitki tərkibli göz damcısı.